Şabran şəhərindən keçən Dəvəçi çayda ekoloji vəziyyət narahatlıq doğurur. Çay yatağının müxtəlif hissələrindən məişət tullantıları, plastik qablar və tikinti qalıqları gözə dəyir. Bəzi sakinlər tullantıları birbaşa çay yatağına atması nəticəsində burada qalanan zibillər üfunət yaradır. İtlər zibillə dolu salafan torbaları çay boyu dağıdırlar. Çirkab sularının və tullantıların çaya axıdılması həm su ekosistemini korlayır, həm də ətrafda yaşayan sakinlərin sağlamlığı üçün təhlükə yaradır. Yaranmış problemlə bağlı Şabran rayon İcra Hakimiyyətindən bildirildi ki, ərazidə mütəmadi monitorinq aparılır, təmizlik işləri görülür. Vətəndaşların məsuliyyətsiz davranışlarının qarşısını almaqdan ötəri cərimələrin tətbiq edilməsi üçün də müvafiq işlərə başlanılıb. Bildiyimiz kimi Dəvəçi çayının yaxınlığında çoxlu sayda yaşayış evləri yerləşir və bu yaşayış evlərindən çox təəssüf ki, bəzi hallarda öz zibillərini, məişət tullantılarını çayın ərazisinə tullayırlar. Amma Şabran rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tez-tez keçirilən imərciliklər nəticəsində və Yaşıllıq Təmizlik İdarəsi vasitəsilə o zibillər mütəmadi olaraq rayon zibil poliqonuna daşınaraq orada məhv edilir. Bundan sonra da həmin çayın ərazisində, digər ərazilərdə Şabran rayon İcra Hakimiyyəti tərəfindən və müvafiq qurumlar tərəfindən nəzarətdə saxlanılır və nəzarətdə saxlanılacaqdır. Şabran rayon İcra Hakimiyyətindən həmçinin bildirildi ki, Dəvəçi çayın çay yatağına atılan tullantılar yaxın günlərdə ərazidən götürüləcək, çay yatağı təmizlənəcək. Cəmilə Nəsir qızı, Xanlar Qaraca, Həcər Həsənova bugün informasiya proqramı üçün.